Bir dənə namazı var. Təbii bir neçə namazı var. Mən bir namazını seçdim ki, deyim, Ərəfə gününün namazıdır. 2 dənə 2 rükətli namaz qılınır, sübh namazı kimi. Niyyəti də budur, Ərəfə gününün namazını qılıram, qürbətən ilallah. Sübh namazı kimi qılınır, 2 rükət, 2 rükət. Hər rükətdə Fatihə surəsindən sonra, yəni həmddən sonra 50 İxlas surəsi, 50 Qul Huvallah deyilir hər rükətdə. Bir namaz tamamlanır, ikinci namaz da eyni bu qaydada qılınır. Hər həmddən sonra 50 İxlas surəsi. İmam Sadiq əleyhissalam buyurur, bir nəfər bu namazı qılsa, namaz qutaran kimi üzünü qiblədən çevirməmiş Allah onun bütün günahlarını bağışlayacaq. Namazı qutaran kimi Allah səni bağışlayır. Belə əzəmətli bir gün. Bu gün əməllərdən biri də İmam Hüseyn ağanın ziyarətidir. Ki, hədislərimizdə gəlib ki, İmam Hüseyn ağanı ziyarət eləmək o qədər savab yazıblar ki, deyirlər İmam Hüseyn ağanı Ərəfə günü ziyarət eləməyin savabın Allahdan başqa heç kəs bilmir nə qədər savabı var. Yəni hətta mələk belə onun savabını sayıb, hesablayıb qutara bilmir ki, İmam Hüseyn ağanın ziyarətinin Ərəfə günü nə qədər savabı var. İndi bəzi insanlara nəsib olub, yaxından ziyarət eləyir, amma siz də naümid olmayın, bizə nəsib olmayıb. İmam Hüseyn ağanın ziyarətnaməsi var. Elə buradan oturduğun yerdə də İmam Hüseyn ağanı buradan ziyarət eləyə bilərsən. Buradan ziyarət eləyin, Allah o qədər savab verir ki, heç mələkləri bilmir nə qədər savabı var. Allah bizləri bu günün fəzilətindən və feyzindən binəsib eləməsin inşallah.